Deməli, mən hələ də bu evdəyəm, evdən heç hara getməmişəm. Artıq bir həftəyə yaxındır ki, bu evə su qəsdən vermirlər. Bu saçına kraska qoyan Üzəniraq Mirqafar Seyidovun hesab edirəm ki, Çirkin oyununun bir hissəsidir. Və Dövlət Təhlükəsizlik Xidmətində işləyən bu Vahabi tumundan əmələ gəlmiş radikal təxribatçının çirkin oyunlarıdır. Bunların əsas məqsədləri mən hesab edirəm ki, mənə artıq gigiyenik bir təzyiq göstərməkdir. Bütün qohumlarım, dostlarım, hamısı demək olar ki, mənim əlimdən alınıb. Təxribatçı qüvvələr məni çox pis oyuna salaraq bu evə gətirdilər. Yuxarıdakı ev Mirqafar Seyidovun qohumu Elxanındır. Aşağıda da müxalifətçi Mirqafar Seyidovun bir qohumu var, Orxan. O oturub. Suyun gəlməmək səbəbi mən belə hesab edirəm ki, mənə gigiyenik təzyiq göstərsinlər deyə ediblər ki, mən özümdən iyrənim. Buna başqa bir ad qoymuram. Su həqiqətən gəlmir. Ev üfunət içərisindədir. Mən gigiyena qaydalarına riayət eləyə bilmirəm. Yəni, üst başım da elə də yaxşı bir vəziyyətdə deyil. Yəni, bu çirkin oyunlar hələ də davam eləyir. Mən bunu sadəcə olaraq bir özümə qarşı bir təzyiq kimi hesab edirəm ki, bu gigiyenik bir təzyiqdir. Aşağıdakı daha əvvələ qeyd etdiyim Zəfər, Mahir və s. şəxslər də ki, təbii ki, bu çirkin oyunlarda bulunan təxribatçı qüvvələrlə əlbirdirlər və cinayət izlərinin itirilməsi ilə məşğuldular. Mənə qarşı burada fiziki heç bir təzyiq göstərilmir, amma buna baxmayaraq gigiyena qaydalarına mən riayət edə bilmirəm və hal-hazırda vəziyyət elə bir pis vəziyyətdir ki, özümdən irgənirəm hal-hazırda. İnşallah ki, qısa müddətdə bu teatra, bu tamaşaya son qoyular və Azərbaycan dövlətinin əleyhinə, Azərbaycan hakimiyyətinin əleyhinə formalaşmış çoxsaylı cinayətləri özündə əks elətdirən cinayətkar dəstə və dəstə üzvləri başlarında duran bu lotuları ilə, kriminal avtoritetləri ilə qanun qarşısına çıxarlar, ümid edirəm ki. Bu təxribatçılar xaricə məlumat ötürdüklərinə görə, İrana cəsur elədiklərinə görə və əsas cinayətləri isə, cinayətlərini daha doğrusu həyata keçirə bilsinlər deyə media nəzarətdən istifadə edirdilər. Və ümid edirəm ki, bu tezliklə bitər, haqq ədalət yerini alar. Vəziyyətim bir o qədər də yaxşı deyil, gigiyenadan çox güclü əziyyət çəkirəm. General Rızayevdən buradan xahiş eləmək istəyərdim ki, məsələyə təcili sürətdə Ülfət Rızayev məsələyə təsir göstərsin. Ona məktub ünvanlamağımın qarşısı alınıb və bundan əvvəlki video görüntülərdə bunu göstərmişəm. Çekləri, hansı ki, nə qədər pul xərcləmişəm mən çeklərə. Dövlət Təhlükəsizlik Xidmətini tam bir həyasızlıq nümayiş elətdirir. Xüsusi xidmət orqanı hal-hazırda öz dövlətinin əleyhinə olan cinayətkar bandanın və qruprovkanın tərəfini saxlamaqdadır. Ondan ötürü ki, həmən cinayətkar dəstənin əsas üzvü məhz öz əməkdaşlarıdır. Hansı ki, yaşayır Alatava ərazisində, Fikrət adında bir ləyaqətsiz, şərəfsiz qonşusudur.